Mesela səfərdə olan insana oruç tutmaq vacibdir deyə bilmərik. Səfərdə olan insan oruç tutmaq məsələsində seçim ixtiyarı var. Əgər məşəqqət hiss eləyirsə, orucunu aça bilər, oruç tutmaya bilər və sonra tutmadığı günləri başqa günlərdə qəza etmək şərti ilə. Amma elm əhli deyir ki, bir insanın səfərdə olması məşəqqətli deyilsə, çətin deyilsə, o insan rahatlıqla səfərini icra edə bilirsə, oruç tutmağı daha əfzəldir orucunu açmaqdan. Və bu səfər məsələsinə toxunmuşkən, elm əhlinin toxunduğu incə məsələləri xatırlatmaq istəyirəm. Birincisi, əgər bir insan Ramazan ayının orucu günləri uzundur deyə tutmamaq hiləsi ilə səfərə gedərsə, həmən insanın üzərinə oruç tutmaq hətta səfərdə də vacibdir, səfərdə olsa belə iftar etməsi haramdır. Nəyə görə? Çünki şəriətdə, şəri hökmlərdə, əmrlərin qabağında hilə işlətmək ləğv olunur. Kim hər hansı bir vacibdən qaçmaqla, qaçmaq üçün hilə işlədirsə, onun o hiləsi başına keçirilir və onun məqsədi isə puç olunur. İkinci məsələ, kim günah məqsədi ilə səfərə çıxarsa, həmən insan da orucunu poza bilməz. Məsələ, biri səfərə çıxır ki, getsin hansısa bankaya sələm qarşılığında pul yatırtsın və yaxud da getsin hardasa içki alsın, satsın və yaxud da hər hansı bir günah cəlb eləyən şeyin arxası ilə səfərə çıxarsa, həmən insana haramdır orucunu açması. Və eyni zamanda səfərə çıxırsansa, səfər məsafəsi şəriətin icazə verildiyi qədər olmalıdır. Məsələ, bəzi İslama nisbət olunan zəlalət təriqətləri var. 15 kilometr gedir, orucunu açır. Bu doğru deyil. Elm əhli ləcnənin fətvalarında da var. 80 və üstü olmalıdır getdiyin bir yer. Hətta sən səfər hökmündə olasan deyə. 80 kilometr və yaxud da üstü olmalıdır. Hətta səfər hökmünə girəsən deyə. Amma ondan aşağı 50 kilometr, 40 kilometr bir məsafəyə gedirsənsə, sən müsafir sayılmırsan, səfərdə sayılmırsan və buna görə də səfərdə olunan rüxsətlərdən istifadə etmək hökmünə malik deyilsən. Səfərə çıxacaqsansa, muqimkən orucunu açmırsan. Yəni mən saat 5-də, günüz saat 5-də səfərə çıxacam deyə saat 2-də yemək yemirəm. Səfərə çıxdıqdan sonra oruc aça bilərsən. Yəni səfərə çıxdıqdan sonra qaldığın şəhər arxanda qaldıqdan sonra orucunu aça bilərsən.